Azərbaycanda fəaliyyət göstərən heyvan bazarlarına nəzarət sərtləşdirilir. Oktyabrın 25-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Buna səbəb region ölkələrində heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasıdır. Oktyabrın 18-də bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Binəqədi heyvan bazarında monitorinq keçirilib. Monitorinq zamanı bazarda ciddi nöqsanlar aşkarlanıb. Məlum olub ki, ərazidə müxtəlif çeşidli tullantılar toplanıb, antisanitar vəziyyət yaranıb. Mütəmadi olaraq təmizlik işləri aparılmır, satış üçün uyğun şərait yaradılmır. Monitorinqin nəticələrindən danışan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev Binəqədi heyvan bazarında biotəhlükəsizlik tələblərinin gözlənilmədiyini bildirib. Bazarın standartlara cavab verməsi sahibkarın öhdəliyinə düşür. Sahibkar yaratdığı obyektdə bioloji təhlükəsizlik tələblərinin təmin olunmasına cavabdehdir. Həmin tələblər tam təmin olunduqdan sonra bazar fəaliyyət göstərə bilər. Bazar elə yaradılmalıdır ki, ora daxil olan nəqliyyat vasitələri mütləq dezobaryerdən keçərək dezinfeksiya olunmalıdır. Heyvanların avtomobilə yüklənməsi və düşürülməsi üçün şərait yaradılmalıdır. Həm satılan, həm də alınan heyvanların qruplaşaraq daşınması üçün ayrıca yerlər ayrılmalıdır deyə Qalib Əbdüləliyev vurğulayıb. O bildirib ki, son dövrlərdə ölkəmizdə heyvanların identifikasiya sisteminin yaradılmasına başlanılıb. Bu, heyvanın izlənilməsində çox mühüm bir alətdir. Bazara satışa daxil olan heyvanların hamısı identifikləşdikdən sonra daşınmalıdır. Bazardan kənara daşınan heyvanlar da müvafiq müşayiət edici baytarlıq sənədləri ilə təmin olunmalıdır. Bugün müşahidə etdik ki, Binəqədi heyvan bazarında heç bir biotəhlükəsizlik tələblərinə əməl olunmur. Bunun nümunəsində digər bazarlarda da çatışmazlıqlar var. Ümumiyyətlə, bazara heyvan müxtəlif təsərrüfatlardan gəlir. Burada arakəsmələr olmalıdır ki, bir təsərrüfatdan gələn heyvanın digəri ilə təması maksimum dərəcədə az olsun. Satış bitdikdən sonra heyvan toplaşdığı yerlər mütləq dezinfeksiya olunmalı, yuyulub təmizlənməli, tullantılar kənarlaşdırılmalı, ümumi dezinfeksiya işləri aparılmalıdır. Burada biotəhlükəsizlik tələbləri mütləq gözlənilməlidir. Eyni zamanda bazarlarda heyvan rifahı tələbləri də yerinə yetirilməlidir. Yəni, heyvan satışı dövründə su və lazım olduğu halda yemlə təmin edilməlidir. Ümumiyyətlə, bazarların hamısında adi rejimdə dezinfeksiya tələbləri qoyulub. Həmin tələbləri yerinə yetirənlər olsa da negativ hallara da rast gəlinir. Alıcıların vəzifəsi isə ondan ibarətdir ki, bazardan alıb apardığı heyvanın baytarlıq müşayiət edici sənədlərinin olub-olmamasını, heyvanın identifikləşməsini araşdırmalıdır. Heyvan mütləq identifikləşmiş olmalıdır. Heyvan bazardan çıxıb təyinat nöqtəsinə daşınanda da bazardan ona ikinci bir müşayiət edici baytarlıq sənədi verilməlidir. Əks halda həmin şəxslər də inzibati məsuliyyət daşıyırlar deyə Qalib Əbdüləliyev qeyd edib. O, ət kəsim məntəqələrinin heyvanları haradan ala biləcəyinə dair sualı isə belə cavablandırıb. Bazara gətirilən heyvanlar birbaşa heyvandarlıq təsərrüfatlarına satıla bilər. Burada hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə bazarların fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətin məqsədi ondan ibarətdir ki, heyvanların bir yerə toplanmasının qarşısı alınsın. Bir yerə toplanıb, təmasda olub, sonra başqa yerə daşınmaq xəstəlik yayılma riskini yaradır. Satıcılar öz heyvanlarını təsərrüfatlarından birbaşa sata bilərlər. O deyib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumata görə bir sıra ölkələrdə, o cümlədən Cənubi Qafqaz regionunda heyvanlar arasında müxtəlif xəstəliklər yayılıb. Həm ölkə daxilində, həm də ölkələr arasında bu və ya digər heyvanların bir yerdən başqa yerə köçürülməsi zamanı mövsümi amillərin təsirindən müxtəlif xarakterli xəstəliklərin yayılmasına şərait yaranır. Ətraf qonşu ölkələrdə Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanda ekstensiv heyvandarlıq idarəçiliyi, yəni yaylaqlara və qışlaqlara köçürülməklə olan tipik təsərrüfatlıq sistemi tətbiq olunur. Yaylaq əraziləri əsasən sərhədyanı ərazilərdir. Heyvanların orada birbaşa təması olmasa da həm virus, həm də bakteriya tipli xəstəliklər, qansoran hüceyrələr nəqliyyat vasitələri vasitəsilə hava damcı yolu ilə keçə bilir. Sonra qışlaq ərazilərinə gələn dövrdə həmin heyvanların gətirdiyi xəstəliklər ölkəyə yayıla bilər. Həmin risklər nəzərə alınaraq heyvanların hərəkətinə, ölkə daxilində daşınmasına nəzarət gücləndirilib.
heyvanların daha çox toplanaraq satıldığı yerlərdə xəstəlik yayılma riskləri yaranır. Buna görə də qərar qəbul olunub ki, vəziyyət stabilləşənə qədər heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılsın. Məhdudlaşdırma tədbirləri mərhələli şəkildə keçirilir ki, sahibkarların işlərində maksimal dərəcədə az çətinlik yaransın. Proses oktyabrın 25-nədək davam edəcək. Ondan sonra növbəti stabilləşmə olana qədər fəaliyyət tam dayandırılacaq. Region ölkələrində stabilləşmə barədə məlumatlar daxil olduqdan sonra hər hansı məhdudiyyət olmayacaq. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri, yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə müvəqqəti məhdudlaşdırma qərarlarının icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq. Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçiriləcək, laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədi ilə, kəsim məqsədi ilə idxal edilən heyvanlar istisna olmaqla heyvanların ölkəmizə idxalı oktyabrın 25-dən məhdudlaşdırılacaq. Ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən kəsim məqsədi ilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir.